yox, başa düşmədim müəllim. Məndə xanım, mən bir psixoloji məqamata oxudum. Xanımla danışın, Zəhmət olmasa telefon xəttindədir. Çox üzr istəyirəm xanım, sizə bir belə deyim də, mən də öz fikrimi bildirmək istəyirəm ki, ya bu qızıl zinət əşyalarınızı gəlinlərinizə bağışlayanda bunu ürəyinə bağışlayın, gözləməyin. Ya da ki, heç bağışlamayın. Əgər sonra siz bunu nəzarətdə saxlayasınızsa bu qızılları, sonra siz bunu yəni kontrolda saxlayasınızsa bu qızıllar hara getdi, gəlin bunu taxdı, taxmadı. Onun şəxsi işidir, o taxa da bilər, taxmaya da bir dəqiqə dinləyin. Buna görə də çox üzr istəyirəm, sizin simanızda bütün mən Azərbaycan qadınlarına səslənirəm, sizi kimi qaynanalara səslənirəm. Ya bu qızılları ürəkdən alın, gəlinlərinizə hədiyyə eləyin, əvəz gözləməyin, ya da almayın. Mən onu oğluma görə məsələ var. Xanım deyir ki, amma gəliniz taxır, oğlunuz taxmır. Gəlin özü taxmır axı. Gəlin taxır. Onun Gəlin şəxsən taxır. Bakıda Yaxşı, gəlinin qardaşı aparıb qızılları satıb, düz deyil. O qardaşına verib, onun da haqqı var bir bacı kimi. Yəni o da hansısa bir emosiyalarını, hisslərini təsir aldırır. Mən o qardaşı üçün alıb vermişəm o qızılı. Qadına verir. Boşanında da qızıllar qadına qalır. Ona qalsa, onu mən bir kişi olaraq belə çıxır ki, belə çıxır ki, mən bir kişi olaraq saatımın birini qardaşıma bağışlayanda arvadım düşür üstümə ki, mənim saatım niyə qardaşım? Bu da qızılını verir qardaşına. İndi hansı problemə görə veribsə verib də. Ona qalsa gərək ərin də üstə düşər ki, sən niyə qardaşıma saat bağışlamısan? Xanım telefon xəttindədir.